Bronzer və ənliklərimi göstərirəm, gəlin başlayaq. İlk olaraq Dior'dan 2 paletka var. Bunlar əslində highlighter paletkasıdır. Birincisi 001 hə, ikincisi 004 yox. Sonra Physician Formula Bata Dream Team əlbəttə ki, milyon dəfə hə, çox gözəl paletkadır. Narsdan belə bir paletka. Bronzer tapa bilmirəm deyə bir çoxsuna görə yox, amma mənə görə hə. Sonra Benefitdən belə bir paletka, hə. Sizə lazım olan hər 3 məhsul bu paletdədir. Dior'dan belə bir məhsul, məncə çox daha gözəl məhsullar var, yox. Notdan belə bir paletka, yox. Çünki istifadəli rənglər deyil. Revolution'un belə bir paletkası var, hə. Physician Formuladan belə bir bronzer, əlbəttə ki, hə. Bella Hadidin istifadə elədiyi bronzer. Sizcə necə olmalıdır? Çox möhtəşəm bronzerdir. Kiko'dan belə bir bronzer, hə. Revolution'un bronzeri, hə. Şiglam'dan belə bir paletka. Rənglər yaxşıdır, almaq olar, hə. Revolution'dan belə bir ənlik, əlbəttə ki, hə. Bu stresə salır məni. Kiko'nun 03 Juicy ənliyidir. Yaxşıdır, hə. Ən çox sevdiyim ənlik Notun Hot Rose rəngi çox möhtəşəmdir, hə. Rare Beauty'nin bu toz ənlikləri heç kəsə tövsiyə eləmirəm. Çox azdır içində qramajı və tez qırılır. Amma bu bouncy'lərini, krem ənliklərini tövsiyə edirəm. Wet n Wild'dan belə bir ənlik, hə. Dior'un əslində bu Luminizer'da highlighter'dır. Hə. Sonra Shiglam'dan belə bir məhsul, hə. Sonra bu da Misindən aldığım məhsullardır. Əslində 20 plus məhsulları da hamısını dosta, tanışa, rəfiqələrimə, nə bilim, hər kəsə padarka kimi göndərdim. Çox möhtəşəm pigmentasiyalar var. Qiymətinə görə həqiqətən keyfiyyəti əladır. Yəni almağa dəyər hamısına, hə. Sonra Dibalmdan Bahama Mama bronzeri məncə yox, həm də heç yox. Çox daha gözəlləri var. Bronzilla bronzeri yox. Big Date Blush'ı məncə yox, çox tündür. İndi baxın da nəyə görəsə. Ucuz qiymətə gördünüz alın, amma 30 plus 20 plus məhsullar deyil. Physician Formula'da 2 belə gözəl ənlik. Məncə hər ikisinə hə. Amma elə bundansa paletka alın. Narsın belə bir orqazm ənliyi yox. Çünki rəng vermir. Amma rəngi çox qəşəngdir. Notun narıncı rəngdə olan bir ənliyi. Ay Allahım, nəyə lazımdır? Bu da İfsanların möhtəşəm ənliyi. 54 nömrə. Çox möhtəşəmdir. Bu əslində bir highlighter'dır Shiglam'dan. Amma mən ənlik kimi istifadə edirəm. Çox qəşəngdir, almağa dəyər, hə. Kiko'dan belə bir ənlik yox məncə. Shiglam'ın belə bir ənliyi məncə yaxşıdır, hə. Narsdan Dolce Vita rəngi yox. Rəng üzə gəlmir. Shiglam'dan belə bir məhsul çox pigmentasiya verir, çox əsəbləşdirir, amma məncə hə. Sonra Kosas'dan Dare rəngi çox qəşəngdir, xoşum gəlir ondan, hə. Shiglam'dan belə lazımsız məhsul yox. Tartdan belə bir məhsul həm dodaq, həm üz üçündür. Almağa dəyər, möhtəşəmdir.